İslamı qəbul edəndən sonra, İranlılar müsəlman olandan sonra onların İslam üçün gördüyü xidmətlər bugün hətta Avropa alimləri tərəfindən də etiraf olunmaqdadır. Amma bilin, hələ Qur'an-ı Kərim İranlılar iman gətirməmiş, İranlılar müsəlman olmamış, Farslar müsəlman olmamış, Allah Teala Qur'an-ı Kərimdə qeybdən xəbər verirdi. Bir vaxt gələcək, onlar müsəlman olacaqlar. Peyğəmbər qeybdən xəbər verirdi, Allahın salamı olsun ona və əhl-i beytinə. Onlar, İranlılar müsəlman olacaqlar. Hələ nəinki müsəlman olacaqlar, vaxt gələcək, bu ərəblər bu dinə sahib olmayacaq, dini qorumayacaq, amma bu dini qoruyan İranlılar olacaq. Kimdir bunu? Qur'an və onun təfsirçisi Peyğəmbər əhl-i beyti. Peyğəmbərdən soruşdular. Əziz Peyğəmbərimiz, Qur'an-ı Kərimdə bu surədə, bu ayədə deyilən adamlar kimdir? Biz ərəblər üz döndərsək, Allah Teala bizi başqası ilə dəyişər, onlar sizin kimi olmazlar. Peyğəmbər əlini qoydu Salmanın çiyninə və buyurdu, bu kişi və onun həmvətənləri əcəmin arasında ən xoşbəxt olanlar farslardır. Behiş əhlidir. Peyğəmbər buyurub ki, qiyamətdə mən şəfaat edəcəm o əcəmlərə. Peyğəmbər onları behişlə vəd eləyib Kənzül-Ümmal kitabında və buyurub ki, mən onlara şəfaat edəcəyəm. Son, Peyğəmbərin dilindən hədisə bax. Peyğəmbər buyurur. Peyğəmbərin yanında əcəmlərdən söhbət düşür. Ərəblər çox millətçidirlər. Həmişə də Salmanı incidiblər. Xüsusən Salmanı çox incidiblər. Bilalı, azan verən Bilal Qaradərli qardaşı sahabəni incidiblər. Görünədilər. Peyğəmbərin yanında əcəmlərdən söz düşdü, Peyğəmbər buyurdu. Mənim onlara və ya onlardan bəzilərinə olan əminliyim sizlərə və sizlərdən bəzilərinə olan əminliyimdən çoxdur. Mən sizdən çox onlara etibar edirəm. Heç vaxt bunu etməyəcəyəm. Əgər belə etsəm, cahillərdən olaram. Sonra İmam Əli qeybdən xəbər verdi. And olsun o Allaha ki, dəni yardı. And olsun o Allaha ki, bəndələrini yaratdı. Mütləq bir gün siz necə İranlıları vurub bu İslama çağıracaqsınız, bir gündə onlar sizin başınıza çırpacaq, sizi İslama çağıracaq. İran müharibə apardı. 2-ci xəlifənin dövründə. Müharibə ilə siz necə İranlıları müsəlman elədiniz? Bir gündə siz ərəblər bu dindən elə dönəcəksiniz, bu İranlılar sizinlə müharibə aparacaq, sizi həqiqi dinə dəvət edəcək. Sonda bir neçə müasir qeyri-müsəlman alimlərində İran haqqında dediklərini çatdırım isə söhbətimi yekunlaşdırdım. Qardaşlar, Rusiyanın bir filosofu var, Aleksandr Dugin. Aleksandr Dugin elə biləm Rusiyada olanlar tanıyırlar. Dünya şöhrətli filosofdur. Siyasi xadimdir. İrana tez-tez səfər edir. Ərbəyinə gedib, İmam Hüseynin 40-ında olub. Maraqlı söhbətləri var, maraqlı çıxışları var, kitabları da var. Özüm də onun fikirlərini oxumağa açıq desəm, həvəsliyəm, maraqlanım. Görün, Dugin nə deyir? İran öz ləyaqəti və suverenliyi uğrunda mübarizə aparır. Bu müharibə ləyaqət müharibəsidir. Sonra deyir, İran nəcib bir yol seçib. İran Dəccalla müharibə aparıb Mehdini müdafiə eləmək istəyir əleyhissalam.